Siyasi partiyalar Dövlət Təhlükəsizlik Xidmətinin oktyabrın 4-də Tbilisidə prezident sarayını ələ keçirmək cəhdi ilə paralel təxribat aktlarını həyata keçirilməli olduğu barədə bəyanatı dəyərləndirir. Milli Hərəkat bildirir ki, onlar Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatına inanmırlar. Çünki Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi digər tərəfdə təqlibat aparmaqla məşğuldur. Gürcünün nümayəndələri isə bildirir ki, inqilabçılara belə partlayıcı lazım deyil. Oktyabrın 4-də baş verən hadisələr fonunda qurumun yaydığı məlumatın həqiqiliyini istisna etməsələr də, bunun Dövlət Təhlükəsizlik Xidmətinin planı olduğunu istisna etmirlər. Hakim komanda isə bildirir ki, qarşısı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən alınan təxribat aktı hökuməti devirmək planı ilə bağlı olub. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə oktyabrın 4-də Tbilisi mütəşəkkil qrup zorakılığı və prezident sarayının ələ keçirilməsi cəhdi ilə paralel olaraq təxribat aktlarının həyata keçirildiyi iddia edilir. Yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməli olan çoxlu sayda odlu silah, döyüş sursatı və partlayıcı maddələr aşkar edilib. Agentliyin məlumatına görə sözü gedən silah və sursat Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin Gürcüstan nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı tərəfindən alınıb və barəsində cinayət işi başlanıb. Oktyabrın 4-də dinc yolla devirməklə iştirak etmək fikrinə şübhə ilə yanaşan siyasətçilər nəticələrə görə hazırda həbsdə olan təşkilatçıları günahlandırırlar. Milli Hərəkatın planının Pata Burçulacı və digər təşkilatçılar tərəfindən hazırlanması ilə bağlı suallar var. Hakim komandaya gəlincə Gürcü arzusu bildirir ki, qanun pozan hər bir şəxs dövlət tərəfindən sərt cavab alacaq. Atonel küçəsində baş verən zorakılıqla bağlı istintaq davam edir. Müxalifətin bir hissəsi prezident sarayının yaxınlığında baş verənləri Gürcü arzusu üçün tələ adlandırır. Şənbə günü bəzi etirazçılar prezident sarayının yaxınlığındakı şlaqbaumları sındıraraq həyata daxil olublar və bunun ardınca hüquq mühafizə orqanlarının əməkdaşları cavab addımları atıblar. Aksiya iştirakçıları yerinə səfərbər olan hüquq mühafizə orqanlarının əməkdaşlarına daş atıb, müxtəlif obyektlər də yandırıb, vətəndaşların şəxsi əmlakına da ziyan vurublar. Parlamentin sədri Şalva Papaşvili sosial şəbəkədə Kaya Kalas və Marta Kosun Gürcüstanla bağlı birgə bəyanatına cavab verib. O, ayı nümayəndələrini faktlardan kənara çıxan yalan xəbərləri yaymaqdan çəkinməyə çağırıb. Əgər düzgün başa düşürəmsə, xanım Kalas və xanım Koz öz sözçünün hökuməti devirmək məqsədi ilə Gürcüstanın prezident sarayına hücum zamanı 25 polis əməkdaşının yaralınmasına səbəb olan mitinqə verdiyi dəstəyə görə üzr istəmirlər. Bununla belə Gürcüstan cəmiyyətinin bugün Avropa İttifaqından gözlədiyi budur. Onların Gürcüstan Avropa İttifaqına seçkilərə verdiyi qiymətə gəlincə, mən bir daha Avropa İttifaqının bütün nümayəndələrini çağırıram. Radikal qüvvələrin demokratiyaya, qanun aliliyinə və insan hüquqlarına hörmətlə xələl gətirmək istədiyini gücləndirən faktlardan yayılan yalan xəbərləri yaymaqdan çəkinsələr, Şalva Papaşvili yazır. Avropa İttifaqının ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaya Kalas və AYİ-nin genişlənmə üzrə komissarı Marta Kaus Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaya Kalas və AYİ-nin genişlənmə üzrə komissarı Marta Kaus Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, Gürcüstanda yerli seçkilər müxalifətin geniş şəkildə repressiya edildiyi bir mühitdə keçirilib. Orada qeyd edilir ki, bütün siyasi aktorların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və əhatəli dialoq lazımdır. Kaya Kalas və Marta Kaus bütün tərəfləri zorakılıqdan çəkinməyə, hakimiyyəti isə haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırır. Bəyanatın sonunda Kaya Kalas və Marta Kaus Gürcüstan Avropa İttifaqının rolu ilə bağlı dediklərini rədd edir və pisləyir. Eləcə də Avropa İttifaqının səfirinə qarşı şəxsi hücumları pisləyirlər. Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları bir nəfəri polis əməkdaşına basqın etməkdə itham edərək həbs ediblər. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü MG ötən gecə Tbilisinin Ketevan Dedopali prospektində xidməti vəzifələrini yerinə yetirərkən patrul inspektoru və polis kapitanının boğazına soyuq silahla xəsarət yetirib. Xəsarət alan hüquq mühafizə orqanının əməkdaşı xəstəxanaya yerləşdirilib.
yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib. Onun həyatı təhlükədə deyil. Cinayət 11 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə olunan silahı, bıçağı sübut kimi göstəriblər. Cinayət Məcəlləsinin 353 prima maddəsinin ikinci hissəsi isə istintaq davam etdirilir.